Novruz çiçəyi ilk deməkdir, primula latından tərcümədə. Amma növləri var. Məsələn, sarı rəngdə olanı primula veris olaraq tanıyırıq. Primula macropraxis olan var. O iki kasacıqlıdır. Novruz çiçəkləri bir-birinə görə təbii ki fərqlənir. Bir də adi Novruz çiçəyi Primula vulgaris. Bizim çoxumuzun rastına gələn. Amma o sarı rəngdə olan həmin bahar Novruz çiçəyi adlanır. Nərgizlə nə əlaqəsi var bu gülün? Fəslə olaraq eyni fəslə aidiyyəti var, amma tamamilə ayrı-ayrı soğanaqları və çiçəkləri var. Və görsəz ki, xırda, kasacıqları, saplağa oduncaq hissəsi daha qısa şəkildə birləşmişdir. Əslində Novruz çiçəyini təkcə bahar vaxtı deyil, biz onu özümüz də əkib becərə bilərik. Onu bilirdinizmi ki, məsələn, Almanlar Novruz çiçəyini bahar Novruz çiçəyi növündən, yəni verisdən çiçəklərini qurudub istifadə edirlər. Biz məsələn, çiçəklərini qurub istifadə edirlər sinir problemlərində, məsələn, çox rahat yata bilməyəndə dəmləyirlər. Çox maraqlı qaydaları var. Axşam 8-dən sonra içmirlər. Əslində onlar biraz tez yatırlar, bəlkə onunla da bağlı ola bilər. Məsələn, mən özüm də Novruz çiçəyinin soğanağından istifadə edirəm. Onun cövhərini hazırlayırsan, cövhər hazırlandıqdan sonra suya qarışdırılır, gündə 2 dəfə daxilə qəbul olunur. Bu nə üçün istifadə edirəm? Yaz allergisinin qarşısını almaq üçün, iltihab və keçməyən öskürəklərin qarşısını almaq üçün istifadə edirik. Bu da nəyə görədir? Məsələn, fikir verirsinizmi? Sezon keçdikdə həm allergiyaların sayı arta bilir, daha çox rastımıza çıxır. Həmçinin də qanın dəyişməsinə əlaqədar olaraq tez-tez xəstələnmə halları ola bilər. Yeri gəlmişə qeyd edelim ki, Novruz çiçəyinin özünün qandırıldıcı effekti də var. Ona görə Novruz çiçəyi deyib keçməyin. Novruz çiçəyi bəzi ədəbiyyatlarda Cənubi Avropada, Alp dağlarında daha çox rastımıza gəlir. Əslində bizim rastımıza gələn elə bildiyimiz bahar Novruz çiçəyidir ki, o maraqlıdır. Çox kasıb bir torpaqda yetişə bilir. Yəni onun çox zəngin bir torpaq olmağa ehtiyacı yoxdur. Ona görə çəmənliklərdə gördüyünüz o Novruz çiçəkləri elə bizim Novruzumuzun gəlişini göstərir. Və bundan da faydalı tərəfindən də istifadə edə bilərsiniz.